Revmatik xəstəliklərin əsas müalicə prinsiplərindən biri ağrının idarə edilməsidir. Bəs bunu necə edəcəyik? Dərmanların köməyi ilə, yoxsa başqa alternativ yollar varmı? Təbii ki, revmatik xəstəliklərin müalicəsinin təməl prinsipi dərman preparatlarıdır. Lakin bu da doğrudur ki, xəstəliklərin müalicəsi iki əsas şaxəyə ayrılır: farmakoloji və qeyri-farmakoloji. Farmakolojini biz həkimlərə buraxın, onu biz edəcəyik. Bəs biz pasientlər nə edəcəyik? Ağrının və iltihabın azalması üçün atacağınız ilk addım düzgün qidalanma rasionudur. Bunun üçün nələrə diqqət etmək, nələri rasiondan tamamilə çıxarmaq lazımdır? Birinci, gluten. İkinci, şəkər və digər karbohidratlar. Üçüncü, rafine olmuş qidalar. 4, hazır maya. 5, laktoza. Sanki bir sual daha eşidirəm. Doktor, bəs biz necə qidalana bilərik? Çox sadə, protein, yağ və tərəvəz üstünlüklü qidalanma rejimi ilə. Məsəl üçün, səhər yeməklərində yumurta, zeytun və meyvə salatları, günorta və axşam ət, balıq, toyuq, tərəvəzlər, paxlalı bitkilər, ev üsulu hazırlanmış turşular. Bütün bunlardan istədiyiniz qədər doyunca yeyə bilərsiniz. Lakin yanında kartof, makaron və ən əsası çörək olmasın. Dediyim hər bir şeyə əməl etsəniz, iltihabın və ağrının təbii yoluna azalmasına nail ola bilərik.